Bugün Gəlmişik gəlmişik. taxtaya. Hə, kafeyə gəlmişik. Bugün kafedəyik. Havalar yavaş-yavaş düzəlir. İsinir. Bizim burada yaşadığımız ştatda son 3 həftədir ki, qar dayanmır. Arada qar əvəzinə buz yağdı göylərdən. Arada o əriməyən qarlar belə iceberg forması aldı. Hə, və hər yerdə belə iceberglərin üstündən keçə-keçə. Yəni biz nələr yaşadıq. Ayda Zosi, bilirsən nəyə qoyarıq bura? Hmm. Sənin o icebergdən düşən videolarından birini. Yəni bunun hamısını yaşadıq. Bu Biz- hələm gördüyümüz çox belə Hmm. qısa bir hissəsidir. Həyat durdu bir anlıq. Məktəblər bağlandı. Yəni uşaqlar evdə avara-avara gəzdi. Mağazinlər, yəni bir də Amerika Evdə mağazinlərdə tualet kağızı qutardı. Amerikalılar çox panikor xalqıdır da. Yəni bizə dedilər ki, qar yağacaq, fırtına olacaq. Yəni 3-4 gündə bütün marketlər bomboş boşaldı. İnsanlar supermarketlərdən ən çox tualet kağızı alır və çox bir də bunu edənlər var, bir də bununla məzələnənlər, buna gülənlər var da. Kimlər Maraqlısı odur ki, hamı məzələnir, amma tualet kağızında gedirsən ki, yoxdur yəni. Kim məzələnir, kim alır, başa düşmürəm. alır. Amma yəni bunlar hamısı yaşandı və indi havalarımız düzəlir. Şükür. Yavaş-yavaş Düzəlir. üzü bahara gedirik. Siz bunu izləyəndə 1-2 həftə sonra izləyəcəksiniz də. Onda lap isti olur. Onda əməlli başlı isti olacaq havalarımız. Belə, necəsən Zosi? Yaxşıyam, baby. Yavaş-yavaş bu hibernationdan çıxırıq. Nədir hibernation Azərbaycan dilində? Hibernasiya. Hibernasiya. Yoxdur, söz yəqin ki. Qış yuxusundan Qış oyanırıq. yuxusundan oyanırıq. Çox sağ ol, baby. Hər zaman. Bir də biz kafedəyik də insanlar bizə arada belə bir baxış atırdı. Hə. Amma yəni bura Olsun. Amerikadır. Bura Azadlıqlar Amerikadır. ölkəsi. Burada eləmək olar. Ha, görsən Amerikada bu bir dənə sualımız var idi. Məsələn, onun üzərində fikirlər demək istirdik və cavablardan biri bu ola bilər. Amerikada bizim öz ölkəmizdən, gəldiyimiz ölkədən fərqli olaraq etməyə başladığımız və normalda orada etmədiyimiz, burada etməyə başladığımız bəzi şeylər. Biz əslində birinci epizodda biraz belə daha giriş eləməyə çalışdıq da, amma çox spesifik detallar vermədik və bu gün əslində biraz o detalların üstündən keçə bilərik indi burada oturmuşkən. Bəzən belə aldıq, yazdıq ki, danışanda bir də görsün başlayır bir yerdə. Undiagnosed Bizim ADHD-lər. ikimizdə də inanırıq ki, diaqnozu qoyulmayan, inanmırıq amma İnanmırıq, spektrumunda əminik. ola bilərik. Yox da indi Ola bilər. psixiatr dostlarımız baxıb şey eləməsin ki, özlərinə diaqnoz qoydular. Amma hiss edirik ki, ikimizdə də biraz diqqət pozuntusuna bənzər bir şey var. Biz bir mövzudan danışmağa başlayanda o mövzunu mütləq danışmırıq. Ondan 6 mövzu sonrakına gedib çatır. Evə gedəndə deyirik, biz heç bir mövzuda axıra qədər danışmadıq. Və niyə biz podkast aparırıq? O da ayrı bir sual etməli olduğumuz bir bilmirik. şey. Neyse, bura köçəndən həyatımızda dəyişən balaca detallardan istəyirik biraz danışaq bu gün. Onlardan biri məsələn mənim ilk ağlıma bunu deyəndə gəlir ki, yəqin ki sənin o dediyin o azadlıq hissi bu çox klişe bir fikirdir Amerika ilə bağlı. Amma mən bunun ilk misalını verə bilərəm, danışa bilərəm Buyur. ki, necə hiss elədim. Mən ilk New Yorkda yaşayırdım. Və orada ilk dəfə şeyi gördüm. Küçədə insanlar bir-biri ilə sən bizdə də olur ya belə küçədə qaqara baxırsan, ya düz baxmırsan zətdə. Məsələn, elə mövzular keçəndə New Yorkda mən gördüm ki, insanlar cavab olaraq deyir ki, this is a free country. And I was like, bura azad ölkədir. Yəni onda ilk dəfə eşitdim ki, amma mən bu fikri indiyə kimi yaşadığım ya da getdiyim heç yerdə eşitməmişəm ki, bura azad ölkədir də. Praktikası olmayıb ona görə. Belə baxdım ki, bu nə maraqlı və ondan sonra artıq o sözü hər yerdə eşitməyə başladım. Yəni hardasa sən nəsə eləyəndə müştəri sən tutaq ki, iş çalışan gəlib sənə nəsə deyir ki, bunu belə eləmə, elə. Burada məsələn o qaydalarda hər zaman insanlar deyir ki, bura azad ölkədir, nə istəyirəm eləyərəm və onu deyəndən sonra orada mübahisə bitir. Kiçik detallardan əgər danışsaq, geyimə diqqət vermək istəyirəm. Məsələn, Azərbaycanda harasa gedəndə bir geyim üzərində belə çox düşünürdüm ki, görəsən mən yetərincə bəzənməmişəmmi və yaxud lazımından daha çoxmu bəzənmişəm. Burada elə bil mən o bariyeri itirdim. Burada normal məsəl üçün Azərbaycanda normal marketə gedəndə belə sən düşünürsən ki, okey, geyimə keçimə diqqət eləyim, fikir verim. Bir də gördün kimisə görüm, amma həmişə deyirdim, qabağıma biri çıxar.
Geyimə keçimə fikir ver. Amma burada Nəinki hətta evdə belə insanlar həmişə geyiminə, keçiminə verir. fikir verir ki, birdən İndi qonaq düşünəcəklər ki, qapını bizi açar. biz evdə. Mən burada bomж kimi gəzirəm, yəni rahat deyə bilərəm onu ki. Amma doğrudan da burada mən başa düşdüm ki, sport geyim mənim gündəlik geyimimə çevrilibdi. Əslində bunun həm yaxşı, həm də pis tərəfləri var. 100%. Yaxşı tərəfləri odur ki, bəzən həqiqətən də beynində o qədər şey olur ki, bir də geyimi düşünmək istəmirsən, amma eyni zamanda da başa düşürsən ki, bu sənin artıq yeni vərdişivə çevrilir. Hı hı. Yəni casual gəzmək, casual paltar geyinib harasa getmək. Amma biraz Darıxırsan onun üçün. darıxırsan. Məsələn, o his üçün darıxıram. Mən qarderobuma məsələn bəzən baxanda deyirəm ki, yəni hanı fancy paltarlar niyə yoxdur? Çünki burada fancy paltarı geyinəcək yer çox azdır. Getdiyimiz yerlər də nə qədər fancy olsa da, ora artıq Azərbaycan standartlarına görə geyinib keçinib gedə bilmirsən. Çünki olursan overdress, bir də artıq Çindən belə gəlmir. Mən də yəni bu mövzuda sənə 100% qatılıram ki, iki tərəfini də görə bilirəm. Bir tərəfdən o rahatlığı da çox sevirəm Amerikadakı. Yəni insanlar həqiqətən pijama ilə durub evdən gedib, pijama ilə gününü keçirdib, bir neçə işini həll edib evə qayıda bilir. Bir də burada insanlar doğrudan geyimlə bir-birinə şey vermir, dəyər vermir. Yəni bizdə, bizim ölkədə bu mənə elə gəlir ki, böyük bir fokusdur da. Yəni ki, Bakıda o şey xatırlayıram ki, belə bir yerə girirdin, qızlar belə başdan axıra bir-birini belə süzürlər və bu okeydir. İndi də bilirəm ki, elədir. Çünki mən məsələn İstanbula bu yaxınlarda getmişdim, eyni şeyi görəndə və burada o yoxdur. Burada insanlar sənin geyimin, məsələn, yəqin ki, hamımız bilirik də ki, bu nə bilim Silikon vadisindəki ən multimilyarderlər belə qara tişört, ən ucuz nə bilim sport ayaqqabı filan belə gəzirlər. Bir də bu vərdiş onlara uşaqlıqdan gəlir. Çünki mən birinci dəfə şok olmuşdum. Mənim qızım hələ elementary məktəbdə olanda onun geyiminə müdaxilə edə bilirdim və yəni deyirdim ki, məsələn qızım, bu ev paltarıdır, bu çöl paltarıdır. Bununla biz qonaq gedirik. Amma indi hal-hazırda mən hərdən gedib orada volontyorluq eləyəndə görürəm ki, bütün qızdı, oğlanlı fərqi yoxdur. Pijama pants culture var burada, mədəniyyəti var. Onlar pijama pantslə gedirlər məktəbə, pijama şalvarı ilə gedirlər məktəbə və orada özlərini çox rahat hiss edirlər bunda və bu çox normal qarşılanır onların hamısında və o geyimə qarşı olan rahatlıq onlarda uşaqlıqdandır. Çünki hamısı hoodie, shorts, yoga pants, ancaq belə gəzirlər. Mən məsələn əvvəllər sözümü kəsdim, bu celebritylərin şəkilləri çıxır deyə belə gündəlik həyatda həmişə onlar bax çox bomж kimi geyinirlər də. Biz onları həmişə öyrəşmişik qırmızı xalçalarda görməyə və o fikirləşirdim, ayda bu paparazzi gəlib ən pis halını gedib. Əslində onlar hər gün belə burada hamı hər gün elə geyinir. Yəni özümdə məsələn onu harda fərqinə vardım. Bir də görürəm ki, mən məsələn paltar yuyuramda, baxıram ki, mən ancaq ev paltarları, məsələn bütün o paltar şeydən çıxan hamısı deməli mən bir həftə ancaq ev paltarları geyinmişəm də, tight geyinmişəm, tutaq ki, t-shirt, başqa heç nə geyinmirəm. Bir həftə mən hara getmişəmsə də ki, evdə keçirtməmişəm də o bir həftəni. Amma artıq bu ənənə, bir də burada məsələn maşın böyük bir mədəniyyətin parçasıdır deyə. Maşınıma mindin, buradan oraya məsələn Ayselin evinə gedirəm, mən maşına mindim, getdim. Nə geyindiyinə baxmırsan, həqiqətən evdə nə geyinirsənsə onunla gedirsən. Yəni bu ştat və bu bir çox ştat bizim yaşadığımız ştat kimi belədir. Məsələn, New York amma belə deyil. New Yorkda mənə gəlir tərz insanlar daha çox görürsən. New Yorkda sən fashion üçün gedirsən, yəni gözlərin gözəlliyi görsün. Onu demək istirdim ki, bayaq məsəl üçün o uşaqlıqdan ki, onlarda məktəbdə ki indi baxıram, o hamısı teenager uşaqlardır və onların geyim tərzinə baxıram və başa düşürəm ki, bunlar məhz olaraq hamısı eyni tərzdə geyinir və bunun mənfi cəhətlərindən biri mənim gözümdə odur ki, tərz anlayışı itir, artıq individuallıq itir. Artıq sən gedirsən, məsələn, mən Tysons Corner-a Zümrüdə aparanda görürəm ki, Hollister'a girirəm, bütün qızlar, bütün oğlanlar hamısı eyni tərzdə, eyni paltarlarda, aşağı yuxarı rənglər fərqlidir sadəcə. Hamısı eyni geyinir və bu artıq bir individuallığın itkisinə gətirir. Mənə elə gəlir ki, hətta Azərbaycanda belə, hətta deməyim, əslində Azərbaycanda qadınlı, kişili biz geyimimizə, görünüşümüzə çox diqqət eləyirik və bu mənim Azərbaycanda sevdiyim bir tərəfimizdir. Şişirdilmiş versiyasını onu sevmirəm. Məsələn, universitetdə yadımdadır, mən oxuyanda hamı belə kabluklarda, hamı üzü belə şpaklovka. O mənə məsələn too much gəlirdi. O dövrdən mən də keçmişəm. 17-18 yaşında
Əslində yəni universitetə, elm dalınca gələndə niyə toya geyinmiş kimi geyinib bəzənəsən? Onu mən sevmirəm məsələn. İndi bilirəm ki, Azərbaycanda bu artıq belə deyil. Belə Artıq deyil, artıq tələbələr, yeni və mən nəsil. çox sevirəm. Mənə gəlir ki, yeni nəsildə tərz anlayışı daha da irəliyə Yes. gedib. Mənə gəlir biraz artıq Gürcüstana belə yaxınlaşmışıq Çox sevirəm o onları. anlamda. Və burada o yoxdur və biz gedib New Yorkda məsələn New Yorkun küçələrini gəzəndə estetik zövq alırıq. Çünki New Yorkda o qədər gəlmə və turist və eyni zamanda ümumiyyətlə o qədər marjinal tiplər var ki, Elədir. və hamı hər yerə ayaqla, subway ilə gedir deyənə, metro ilə gedir deyənə, ona görə insanlar mənə gəlir daha çox tərzlərinə diqqət eləyirlər. Burada biz əsasən maşınla gedirik hər yerə. Ona görə Mən də məsələn Avropaya gedib gələndə, nə bilim Türkiyəyə də ən yaxın ya da Gürcüstana gedib gələndə hiss edirəm ki, mən bəzi paltarlarım var ki, mən ancaq onları ya New Yorka Xaricdə gedəndə ya da ki Avropaya gedəndə çünki burada geyinməyə yerim yoxdur. Yəni hara geyinim? Yəni geyinib orada şey olmaq istəmirsən də Zosi demiş ki, hamı normalsan belə İlham Quliyeva makiyajından gəlməsən. Bu arada onu da deyim ki, ən casual halımla harasa gedəndə yenə də orada qeyri-casual görünürəm. Yəni təsəvvürünüzə gətirin hansı dərəcədə casual geyinir burada insanlar. Çünki ən casual halımla da getsəm başa düşürəm ki, okey, elə bil ki mən burada biraz overdressed olmuş ola bilərəm. O günlərin bir dənə vintage shop-a getdim burada. Mən bilmirəm, Azərbaycanda bəlkə mənim hələ yaşım çatmırdı və hələ maraq dairəmdə deyil idi. Bilirəm ki, Azərbaycanda da çoxdur vintage shoplar. Gedirsən məsələn gümüş, köhnədən qalma gümüş servislər, qablar, qacaqlar. Amma mənim burada getdiyim o vintage shoplar var, başqa aləmdir. Orada nələr var. Bir gün oradan vlog eləyə bilərik əslində. Əslində burada bir dənə balaca şəhərcik var, Maryland ştatında yerləşir və orada elə bil ki sıra ilə düzülmüş nə qədər vintage shoplar var bir-birlərinin yanında. Gəz bitmir. O qədər çoxdur bir-birlərinin yanında. Burada da Georgetown'da bilirəm ki, deyəsən həftənin bir günü ya 6-cı gün ya bazar günü belə küçədə belə vintage yarmarka qururlar və insanlar evlərində istifadə eləmədiyi və çox qəşəngdir belə. Mən o vintage yarmarkalarının birində Zosi yarmarkada satış eləmişəm. Hə, harda? O vaxt mənim jewelry shopum var idi. Burada? Georgetown'da. 2017-2018-ci illər idi, dəqiq yadımda deyil. Və orada balaca bir zinət əşyaları shopum var idi. Həm onlayn satış eləyirdim, həm də yarmarkalarda gedirdim o spesifik günlərdə. Bir neçə dəfə bunun try elədim və bu arada yaxşı sata bildiniz o şey? Yaxşı sata bildim, amma oğurluqlar da oldu. Yaxşı. Çünki orada gözlə qaş arası, yəni gözünü qırpırsan, nəsə getdi və mən orada yalan olmasın, hardasa 2 dənə, 3 dənə zinət əşyasının oğurlandığı yəni görmədim, gözümlə görmədim təbii ki, amma inventarımı yoxlayandan sonra gördüm ki, var idi, indi yoxdur. Zosi, bəs orada necədir? Kiralayırsan o yeri? Orada kiralayırsan, öncədən veb saytları var və nə boyda stend qoyacaqsansa, o stendin ölçülərinə görə qiymət də dəyişir və bu əslində çox gözəl praktikadır. Görürəm Azərbaycanda da artıq yarmarkalar olur. Və tanıdığım neçə insan var ki, görürəm onlar öz əşyalarını qoyurlar, satırlar və burada o çox yayılıb da deməyim də, burada o bildiyin mədəniyyətin bir parçasıdır. Burada farmers marketdir, yarmarkalardır, hər həftə sonu hardasa olur və insanlar orada həqiqətən də çox böyük satışlar eləyir. Məhz handmade, əldən edilmiş və yaxud farmda yetişdirilmiş, əldə düzəldilmiş sabunlar, zinət əşyaları, hər nə isə, kim əli ilə nə eləyirsə. Evdə oturan insanların nəsə əli ilə düzəldib sata bilməsi təbii ki, mass market, belə böyük kampaniyaların qazanmasındansa, sadə insanların qazanması hər zaman çox daha xoş olur. Dəstəklənməlidir. Belə şeylərə dəstək olmaq gözəldir. Bu mövzunu biz hansı mövzuya bağlaya bilərik? Bayaq dedin ki, sən casual geyinməsən də diqqət çəkirsən. Amerikada ən sevdiyim mədəniyyət, yəni burayla bağlı ən sevdiyim şey insanların küçədə bir-birinə kompliment deməyi mədəniyyətidir.
heç bir-birini tanımayan insanlar, nə bilim, bir dəqiqə liftdə kimlənsə gedirsən, sənə kimsə deyir ki, "A, Xoş bir ayaqqabın nə söz gözəldir. deyir. A, Yeah. bu gün nə bilim üstündəki şey nə gözəl." Və şey demir, "Tak ya, bunu hardan almısan?" Elə də soruşanlar olur, amma sadəcə o an onun verdiyi xoşbəxtlik kimi, yəni heç Qatılıram. nə yoxdur ki. Qatılıram. Çünki həqiqətən bizdə də məsələn də Bakıda yaşayanda olur ki, kimsə girir, xoşun gəlir, amma biz onu deyə bilmirik. Çünki bizdə o mədəniyyət inkişaf eləməyib və yaxud kimsə mənə küçədə gedəndə nəsə gəlib desə ki, "A, nə bilim, paltarın nə gözəldir." Mən anında belə şey olaram da, narahat olaram ki, bu məndən nə istəyir? Yəni niyə mənə Niyə kompliment görəsən? elədi? Məqsədi nədir də? Он был секретно в меня влюблен. Он тайно в меня влюблен. Yeni, burada ən sevdiyim şeylərdən biridir ki, kimsə gəlir ki, "Ha, tişörtündəki yazı nə qəşəngdir" filan. Hə, çox xırda bir şeyə kompliment eşitmək əslində çox kiçik bir şeydir, amma başqa bir insanın gününü daha gözəl eləyə bilər. Və mən başa düşdüm ki, artıq avtomatik olaraq mən də başlamışam başqa Ay, insanlara sağ o ol. komplimentləri Hə. eləməyə. Məsələn, o günlərim liftdən çıxırdım. Bir qız o birisi podruqasının şəklini, videosunu çəkib. O qədər gözəl geyinmişdi ki, durmadım. Məsələn, mən də ona yaxınlaşdım, kompliment elədim. Çox gözəl görsənirsən və o qədər sevindi. Elə bil onun sevincindən mən də bir pay aldım özümə. Onun o emosiyanı yaşamağı mənə də gözəl bir emosiya yaşatdı. Yəni o gözəl fikri kimlənsə paylaşmaq insanın özünün də əhvalını yaxşılaşdırır bir növ. Xüsusilə məsələn qadın qadına kompliment eləyəndə, yəni o ayrı bir adama zövq verir ki, Düzdür. yəni qadının qadını belə bir dəstəkləməsinin bir formasıdır ki, yəni mən də qadınam, mən də bəzənmişəm, gəlmişəm bu gün istirahətə, amma sənin gözəlliyinin fərqindəyəm ya da sənin yaxşı göründüyün. Bir də bu şey məsələsi də o komplimentin bir hissəsi də bu Amerikada insanların üzündəki o gülüş və bu həmişə Amerika xaricində mühakimə olunan bir şeydir ki, bu bir fake gülüşdür. Nə düşünürsən bu haqqda? Bu haqqda həqiqətən fake gördüyüm anlar da olubdu. Məsəl üçün səhərlər gedirəm gəzməyə və hər dəfə eyni insanları görürəm və insan var ki, yəni məcbur deyilsən bunu mən eləməyə, amma keçir yanından və belə eləyir, belə gözün qalır belə. Yəni tez bazar. Və mən ondan yəni pozitiv heç nə almıram. Onu eləməsə çox daha yaxşı olar. Yəni ona ehtiyac yoxdur. Ona mən fake kimi baxıram. Elə bil nə avtomatik, belə yalançı bir gülüş eləyir. Bir var sən baş əyirsən, salamlaşırsan ki, onu da eləyirlər. Bir-birimizi artıq hər gün gördüyümüz üçün. Heç hər gün görmədiyimizdə mən küçədə kimlə göz-gözə gəlsəm anında yəni qarşılıqlı gülüb salam veririk. Yəni heç DC-də, yəni başqa bir yerdə də olsan, burada o şey var. Burada siz necə bir şeydir? Yəni sən birinin gözünün içinə baxdınsa, sən üzünü çevirməməlisən. Bu çox kobudluq kimi görünür ki, yəni ki baxdınsa mənə, ya gülümsə, yəni əgər gözünü mənim üzərimə qoydunsa bir qarşılığında şey eləmədi. Yəni mən baxıb üzünü çevirmək burada kobudluq kimi görünür. Amma mən o qədər olubdu ki, baxıram, çönürəm. Bu mənim keyfimdən asılıdır. Məndə artıq o məsələn əslində bəlkə də əvvəl mənə də qəribə gələn o American smile məndə var. Mən hamının üzünə baxıb gülürəm. Bir gözlərim zəif görür. Mən bəzən onların gülümsədiyinin fərqində deyiləm. Mənim də zəif görür və ona görə mən daha da çox gülürəm ki, birdən o mənə gülər. Birdən kimsə görür, mən qarşında gülmərəm. Yəni o reflektiv, yəni məqsədli gülmüş deyil. Hə, fake olanda da, yəni ki, adam bir də gördün çox şey olur. Yəni gülmədə nə məcburdur? Gələ güləsən, düz keç. Yəni mən sevirəm, yox, mən buna qatıla bilməyəcəm. Mənə o yenə də çox pozitiv verir. Məsələn, bu da pozitiv verir belə. Bu pozitiv verir. Elə rastlaşmamışam. Mən rastlaşmışam. Nəsə Karenlərin içində yaşayıram. Yox, məndə heç elə. Yəni bir də məsələn mənim itim var. Məncə o da böyük bir göstərici ola bilər. Burada itlərə olan hörməti insanlara göstərirlər. Yəni itlənsənsə mütləq qarşıdan gələndən bir-birinizə belə gülüb itə də salam vermək filan. Məsələn, o haqqda biraz danış da, məsəl üçün. Çünki məsələn olur ki, kefin yoxdur da, itlə gəzirsən və heç sosiallaşmaq modunda deyilsən və kimsə gəlib sənin itinlə oynamaq istəyir və sən məcbursan o insandan small talk yaşayasan. Small talk böyük bir buradakı dərin bir yaramızdır bizim. Ən böyük travmamız. Yəni Amerikalılar qədər small talk sevən, small talk edən, bilmirəm varmı başqa bir xalq. Small talk yəni belə qısaca deyim də havadan sudan danışmaq deyirik məncə biz buna. Səbəbsiz danışmaq. Bu insanlar həqiqətən danışmaq boşluğu doldurmaq üçün danışmaq. Boşluğu doldurmaq.
lazım dərinlik olmadan səthi mövzuda qalmaq. Burada çox məşhur bir şeydir. Və tutaq ki, liftdə belə kimlənsə mindinsə liftdə, lifti gözləmək, o liftə minmək, aşağı düşənə kimi hamı ilə danışmalısan. Məsələn, mən elə günlərim olur ki, tutaq ki, 5 dəfə gün ərzində səhər durandan 5 dəfə lifti işlətmişəm də. Məsələn, bir dəfə düşmüşəm, qalxmışam. Artıq o deməkdir ki, mən bəlkə 15 nəfərlə danışmışam. Yəni o qədər adamı yoran bir şeydir və Zosi demiş, bəzi günlər sən heç kəslə danışmır, istəyirsən ki, o liftdəki o sakitliyin zövqünü Aynen. yaşayasan. Məndə o məsələn o şans çox azdır. Yəni mən çalışıram belə özümü bağlayım liftdə. Heç kəslə göz kontaktı qurmayım. Çünki göz kontaktı qurduğun an belədir. That's it. Mənim bəs bacımın evində filan tanımırıq bir-birimizi. Bir də heç vaxt görməyəcəyik. Yəni mövzu açırlar da. Mən bunu müşahidə etmişəm ki, bəzi insanlar ümumiyyətlə burada bu ölkədə gördüyüm qədər mental sağlığı yerində olmayan insan Başqa heç heç yerdə görməmişəm. Və bunu ayrıca bir mövzu kimi danışa bilərik, çünki bunun səbəbləri çoxdur və müşahidə etmişəm ki, bu iki kateqoriya insanlar var, hansılar ki, small talk-a can atırlar. Onlardan birinci kateqoriya mənim üçün trevожность, anxiety-si olan insanlardır, hansılar ki, başqa bir insanla bir ortama düşəndə o ehtiyacı özlərində hiss edirlər ki, boş-boş durmasınlar, o boşluğu nə ilənsə doldursunlar, lej bu nəsə desinlər ya və çox mənasız bir də gördüyün söhbət qurulur və iki dənə cümlə bir-birinizlə paylaşıb belə susub durursunuz, gözləyirsiniz ki, çatsın lift, əgər liftdəsənsə. Və ikinci növ insanlar var ki, hansılar ki, həqiqətən də çox socialdılar. Yəni danışmağı sevirlər və səninlə small talk qururlar. Yəni onun cultural bir şey olduğunu acknowledge eləyib, bayaq sən dediyin kimi hərəkət eləyirlər. Amma o anxious hiss eləyən insanlar var ha. Onlar məni qıcıqlandıra bilir. Bu məsələ məndə dəyişməyib. Yəni gülüş falan sonradan burdan aldığım şeylərdir, amma small talk başlanğıcı məndə yoxdur. Yəni mən belə ölü bir sifətlə girirəm hər yerə. Heç kəs məndən danışmasın, heç kəs məndən sosiallaşmasın. Və mən sevmirəm və yalandan eləyə bilmirəm onu və bu ölkədə məni dəyişmədi. Dirəşmişəm. Mən eləyirəm amma. Məsələn, gedirəm Zumbaya, 100 nəfərlə danışıram. Birinin sən sevirsən məncə small talk. Əslində deyirəm də, o iki kateqoriya var. Bəzi insanlar var ki, həqiqətən də səninlə danışmaq istəyir deyənə səninlə o small talk-a başlayır. Bəziləri isə sadəcə o boşluğu doldurmaq üçün mənimlə danışma, gərək yoxdur. Amma məsələn Zumbada hansı qadının həyatında nə baş verir, hər şeydən xəbərim var. Biz bir yerdə Zumbaya gedirik, məni heç kəs tanımır. Mən hamısını tanıyıram, hamısıyla danışıram, paylaşırlar. Sosial insansan da, sən daha sosial. Mən daha sosialam. Mən elə gəlir daha extrovertedəm o mövzuda. Mən elə bil ki, orada belə ölü kimi gedirəm. Dərs bitən kimi Zosi kapşonunu tağır çıxır. Söhbətlərim bitəndən sonra baxıram ki, Zosi yoxdur. Hardadır Zosi? Mən başım qarışım. Amma məsələn, maraq desən məndə. Zosi gəlir sonra mən orada hamının həyatından hər şeyi danışıram. Mən də deyirəm, sonra nə oldu? Nə qədər də yorucu olsa, amma eyni zamanda da zövq alıram. O insanların tanımadığım bəzən insanlar gəlirlər. Bir də bax bu da mənim normalda başqa ölkələrdə görmədiyim bir şeydir. Məni birinci dəfə görür və yaxud mənimlə heç vaxt danışmır. Məni görüb birinci dəfə, mənimlə birinci dəfə danışır və şəxsi həyatının elə bir epizodu mənə danışır ki, mən yəni ki qalıram ki, wow, yəni hər insan özündə o cəsarəti tapıb elə bir şeyi paylaşa bilməz, amma paylaşırlar. Və bilmirəm, bəlkə gedim psixoloq olam. Deməli, insanlar sənə danışmaq istəyirlər. Sevirlər, danışmağı sevirlər. Burada bir də o mədəniyyəti çox sevirəm. Sən indi deyəndə onu fikirləşdim ki, bunun oxşarı nə var? Burada gecə həyatı, Amerikada gecə həyatı, əl üz yumaq yeri deyim də daha mədəni səslənmək üçün. Onun sırasında qızlar bir-birinə elə özəl, elə şəxsi şeylərini, çünki hamının həm kefi yaxşı olur artıq, gecənin bir irəliləmiş saatıdır. Ən sevdiyim. Bir-birinə paltarın nə qəşəngdirdən sonra mənim ekslərim belə elədi, məni belə allatdılar ya da mən bunu o şeyi çox sevirəm. Məsələn, orada deyirəm ki, danış. Bütün qulaq asaram, yəni pulsuz terapiya bu sənin eləyərəm. Tək ki, sən mənə danış. Bir-birini tanımayan insanlar bir-birinə yəni çox rahat
O bir ehtiyacdır sanki. 100%. Çünki səni tanımayan adama elə bilirsən daha Daha çox danışmaq rahatsan. istəyirsən. Ən belə qaranlıq tərəfləri rahat paylaş. Çünki bilirsən ki, bir də bu adamı Nə çox vaxt görməyəcəm. görəcəksən. Bu arada bizə abunə olmağı da unutmayın. Orada zəng işarəsi var. Ona da toxunun ki, həmişə birlikdə olaq. Dediyimiz kimi bizə abunə olsanız çox Bəli. sevinərik. Növbəti videoda görüşənə qədər.